Müştərimiz gəlib ki, ciddi baş boyun ağrılarım var, osteoxondroz var və qan dövranı pozulduğuna görə də tez-tez təzyiqim olur. Bunun üçün bizə bu gördüyünüz mini ev həkimi olan işokan cihazı lazımdır ki, gün ərzində 15 dəqiqə boyundan çiyinlərə doğru masaj etməklə qan dolaşımını sürətləndirəcək. Başda, boyunda, çiyində olan ağrılardır, osteoxondroz problemləridir, təzyiqdir. Eyni zamanda təzyiqin yaratdığı bir neçə fəsadlar var ki, görmə, yuxusuzluq, tez yorulma halları həmin o problemlərin qarşısını vaxtında almağa kömək edəcək. Aparatın gördüyünüz içərisində olan infraqırmızı şüalar tam dəri səthinə təmas eləyərək qan dolaşımını sürətləndirməyə kömək edir. Cəmi 15 dəqiqə istifadə etməklə yüksək təzyiqi belə nizamlamağa kömək edəcək. Boyun nahiyəsində müəyyən qədər qızartıları artıq görmüş ola bilərsiniz. Çünki qan dolaşımını sürətləndirdikcə qan dövranı bərpa olur. Çünki üzərində olan bir neçə sinir nöqtəsinə təsir etməklə qan dolaşımını sürətləndirəcək və yüksək təzyiq, boyun osteoxondrozu, kifoz, lordoz kimi problemlərin daha da dərinləşməsinin qarşısını alacaq.